Əd-dünya münyatul əşqiya. Dünya şər pislik tarlasıdır. Dünya bədbəxtlərin arzusudur. Əleyhissalam dünya malından yalnız zəruri miqdarda istifadə edirdi. Dünyaya gözünün ucu ilə baxmazdı. Dünya ona təklif olanda, amma o bundan imtina etdi. Əleyhissalam deyir, dünyakum hazihi əzhəduna indi min ətfəti ətrey. Sizin dünyanız mənim üçün keçinin burnunun suyundan da dəyərsizdir. Əleyhissalam görür ki, Cabir ibn Abdullah ah çəkir. Deyir, ey Cabir, dünya üçün ah çəkirsən? Cabir deyir, bəli. Əleyhissalam deyir, dünyanın ləzzəti 7 xislətdədir. Yemək, içmək, geyim, qadın, minik, ətir və eşidiləcək xoş sözlər. Əleyhissalam deyir, yeməklərin içində ən ləzzətlisi baldır. Amma həmin balda bal arısının ağız suyuna qarışmış çiçək şirəsidir. İçkilərin içində ən yaxşısı sudur. O da yer üzərinin hər yerində axıb heç olur. Geyimlərin ən yaxşısı ipəkdir. O da bir qurdun ağzının suyundan əmələ gəlir. Ən gözəl minik atdır. O da insan üçün hər an təhlükədir. Deməli, ağıllı insan bu xüsusiyyətlərə malik olan ləzzətlər üçün ah çəkməz. Cabir deyir, o gündən sonra dünya fikrimin ucundan belə keçmədi. Allah bizi dünya və axirətdə Əhl-i Beyti sevən insanlardan qərar versin.